Həyatda qalmaq üçün yalnız yemək. Başqa şey heç nə yox. Haqlısınız. Çox. Siz onu o dövrü görməmisiniz. Siz o insanlar çox ağır idi. Mən də o dövrdə elə bilirdim, müəllim çörək yemirdi. Müəllimimizi çox sevirdik. Bizim bir müəllim vardı. And olsa Qələndər müəllim, orta məktəb müəllim, direktorumuz idi. Balaca şey idim. Hamısından 5 alırdım. Bax buramdan tutur da deyir, utanmırsınız. Bax bu balaca uşaq hamısından 5 alırsan yekə. O bizim dövrümüzdə də çoxu 10 yaşında, 9 yaşında məktəbə gəlirdi. Məktəb çətin idi. Biz ayrı-ayrı evlərdə oxumuşuq. Bir 2 otaqlı ev olan adamın bir evini arenda götürüblər. Orada məktəb idi. Məktəb zad yox idi o. Yəni yaşamaq uğrunda mübarizə Bəli, yaşamaq uğrunda mübarizə olub. Çox çətin dövrlər olub. Sovet dövlətinin elə bilmə hər indiki dövrü kimi. İndi şükür Allaha, hər şey var. Rəşid müəllim, o vaxtı məsəl üçün mənim atam da belə şeylər deyirdi. Anamı kiməsə tanış eləyəndə deyirdi ki, üzr istəyirəm, yoldaşımdır. Üzr istəyirəm, böyüklərimizdən yoldaşımdır. Mən yetkin bir insan kimi düşünürəm ki, insan nə vaxt üzr istəyir? Ayıb bir şey iş görəndə və ya utanılacaq bir iş görəndə üzr istəyir. Bu mənim inancımdır beynimdəki. Tamamilə doğrudur. Amma ənənə, milli mentalitet də sırıyıb ki, həyat yoldaşı müqəddəsdir. Sizə elə gəlmir ki, sizin nəsil iki təzad arasında vurnuxub. Bəli. Bu necə açıqlayarsınız? Yox, xanım, bircə şey deyim. Bizim o qədər səhv mentalitetlərimiz var ki, onları birini deyəcəm, sən də deyirsən. Yaz gələn kimi bahar bayramı deyirik də, Novruz bayramı gəlir. Bax, Rusunki gəlir, Pasxa bayramı gələndə onun bax, onun geyiminə bax, sən o mollasın. Başında belə şirazlı zadlar, belə doxlanmış, əlində də bir həsası. Bizim molla gələndə boynu çirkli, burası qatlanmış, nə bilim mən. Nə deyim? O bizimki gör nə deyir? Yaz gəlir, bura bax. Gələn də nə şey gəlir? Öz dədəsinin pulunu verib ona, Şaxta babaya. Onun uşağına konfet gətirir. Çürük konfet gətirir. O da uşaq da elə bilir ki, Şaxta babası ona oradan konfet gətirəcək verdi. Yalandır da bu qızım. Amma bizimki nədir? Keçəl bir olar. Kosa da nə arvaddır, nə kişi. Nə biz nə arvadıq, nə kişi. Gələndə də dilənməyə gəlirik. Kosanın payını verir. Bunlar hamısı düzəlməlidir, xanım. Adət ənənə Nə sınıbdır. adət, belə adət olur. Sənə qurban olum, belə adət olur. Nə ayıb şeydir, belə şeydir. Dilənmə, insanları dilənməyə öyrədirsən. Bizim millətdən, Türk millətindən dilənçi olmamalıdır. Olmayıb da. Amma yenə də görürsən. Yolda dur dilənlər. O bizdən deyil. Onda bir ağsaqqal kimi bu o deməkdir ki, milli mentalitetlə razı deyilsiniz. Yox. Çox şeylərlə razı deyiləm. Məsələn, aça bilərsiniz bunu? Çox şeylər. Nə bilim, valla. Bax, qıza elçi gedirlər, yalanla gedirik, kişilər aparırlar. Qadınlar əvvəlcədən verib də, nə bilim mən, hər şeyini eləyiblər. Oğlan razı, qız razı, yalanla. Qız razı, gedib yalanla orada oturub çay içməyə gedir. Ayıb şeydir bunlar. Elçi bilirsən, qayda qanunla gedilməlidir. Oğlan qızı görməlidir, danışmalıdır, söhbət eləməlidir. Sizcə indiki dövrdə eyni evdə yaşamalıdırlar? Yox. Evlənməmişdən. Qətiyyən xanım, nə danışırsınız? Siz nə danışırsınız xanım? O bizim hamımızı, həyatımızı pis yol aparır. O düzgün yol deyil. Sizcə yalançı evliliklərin səbəbi elə o deyil? Nə? Yalançı evliliklərin səbəbi o deyil. Məsəl üçün, heç bir şəkildə dünya görüşləri uyğun gəlmir, bədənləri uyğun gəlmir. Bacı qardaş kimi yaşayırlar, amma bir-birini tanımadan həyat bitir. O da olur. Bax, bu da var da, amma bu da reallıqdır. O da var. Amma keçmişdə filan kəsin qızı 13 yaşında deyir, papaq vurdum, yıxılmadısa onu alırdılar. O da yazıq ixtiyarı yox idi, boşanma olanmazdı. Nə desələr qul kimi o ailənin quluydu. Çox çətin idi, xanım, o dövrdə yazıq analarımız çox əziyyətlər çəkiblər.
Rəşid müəllim, o bir dənə söz var ya, getdin, gəlinliklə getdin, kəfənlə çıxmalısan. Elə deyirdilər bax bizdə. Bəli. Məsələn, mən də gəlin köçdüyüm gün nənəm babam belə bir şeir demişdi ki, qız idin, sultan idin, Bəli. gəlin oldun, qul oldun, ayaqlara çul oldun. Belə bir şeir demişdi. O şeir. Nənəm də belə bir şey demişdi ki, evin 4 küncü var. Hərəsinə bir dəfə ağlayasan, bu evdən də gəlinliklə çıxdın, kəfənlə qayıdasan. Sizə elə gəlmir ki, bu bizdən əvvəlki nəslin eqolarıdır. Hansı ki, problemə dözümsüzlüyüdür, boşanmış qadını heç kim sahib çıxmaq istəmirdi. Amma bu qızım ailə qədri bilsin deyə bunu sırayıblar bizə, bizim nəslə. Sizcə bu o deyil? Mən onu deyə bilmərəm, yalançı Yəni olaram. burada bunun mənası nədir? Bax xanım. Niyə kəfənlə qayıtmalıyıq əgər günümüz xoş deyilsə? Günün xoş deyilsə niyə qayıtmalısan? Tamamilə mən onun əleyhinəyəm. Mən orada qadın əgər orada gün görmürsə, yaşayış görmürsə, azad deyilsə qadın. Bir sənə tərdir. Azad nə deməkdir sizin üçün? Azad qadın. Azad qadın nətərdir? Azad öz fikrini deyir qadın. İkimiz. Bax mənim də yoldaşım var. Çox gözəl bir insandır. Çox qabiliyyətli. Mənim hoqqama, hikkəmə dözübsə yaxşı adamdır vallahi. Maşallah. Ondan soruşurlar deyirsən onun hikkəsini nətər dözürsən azad. Deyir o gözəl bir insandır. Siz onu tanımırsınız. Mən evlatlarımı çox istəyirəm. Çox gözəl evlatlarım var. 2 qızım. Xanım, sən elə bilirsən bir belə adam tənqid edirəm, mollasından tutmuş hamısını atan. Mənim 2 qızım var. 2 qızımda bir oğlum var, bir gəlinim var, bir yoldaşım var. Bunların birində bircə dənə səhv tapsalar o Facebookda mənim atamı yandırarlar. Onu bilirsən, bilmirsən? Bilirəm əlbəttə ki. Tapa bilmirlər. Axırda mənə yazdılar. Rəşid müəllim öldü. Sonra vəsiyyət elədi. Öləndən sonra güya mən vəsiyyət eləmişəm. Öləndən sonra vəsiyyət mi olar? 1000 dənə şey yazırlar. Bıçaqladılar, kürəkənini verilədilər, döydülər. Şayədir bunlar. Çox qəlbən, çox gözəl bir xanım. Rayonumuzda da bizim ailəmiz çox nümunəvi bir ailədir. Hələ atam, anam, babam gibi. Bizdə ailə doğrudan da mehriban, hələ bir-birinə zəhər. Bax, uşaqlarımız var. Bir evdə 18-21 adam olur birdən. Ata yurduna 4 qardaşıq, 2 bacı, uşaqlarımızla. Bir dəfə onlar dalaşar mı? Onlara deyirəm ki, Siz də indi bir-birinizə qardaş kimi olun. bir-birini qırır. Hə, deyirəm siz indi qardaş kimi olursunuz. Mən öləndən sonra hər əlinizə bir avtomat alacağım. Kim istəsə güllələsin ha. Bəlkə mənim qorxumdan eləyirlər onlar, Allah bilir. Biz sənə tərdi xanım. İnsandır, insana təri düzgün qiymət vermək lazımdır. İnsanla insan kimi rəftar eləmək lazımdır. İnsanların ayrı, bax o Pavlov deyir 400 tip var insanda. Yalandır xanım. Allah insanı individuum yaradıb.